İndi baxırıq 23-cü sualda qaldıq. 23-ə deyir ki, x kubu üstəgənsin x kvadratı çıxılsın 6x bərabərdir 0 tənliyinin təsadüfən götürülmüş həllinin natural ədəd olması. Deməli, birinci tənliyi həll eləməliyik. Ortaq vurub çıxarırıq x-i, yerdə qalır x kvadratı, üstə gəlir x çıxılsın 6 bərabərdir 0-a. Hasilin 0 olması üçün hər bir vuruq ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. Bilirik ki, x1 üstəgənsin x2 bərabərdir -1, x1 vurulsun x2 bərabərdir -6 uşaqlar, -3 və 2-dir. 3 dənə kök tapdıq, 0, -3, 2, yəni 3 ədədin içindən neçəsi naturaldır? Bir dənəsi, o da 2-dir. Cavab 3-dən 1, D variantı. 24 eynidir. 25-ci sualda bayaq baxmışdıq, medianı tapmaqdır. Ona görə demirik. Keçirik növbəti səhifəmizə. Növbəti səhifəmizdə baxaq 26. 26-cı sualı izah edəcəm. Yaxınlaşdıraq biraz. Bir zəri bir dəfə atdıqda 1 və ya 6 xanının düşməsi ehtimalı uşaqlar. Bir dəfə atmışıq, ona görə məxrəc 6-dır. 1 rəqəminin düşməsinin halı 1-dir. 6 rəqəmi də bir dəfə düşə bilər. Bu da 1-dir. Ona görə 6-da 2, cavab 3-də 1. Yəni 6 zərdən 1 dəfə düşə bilər də. 6 da bir dəfə düşə bilər. Ona görə və ya dediyinə görə də toplama işarəsi qoydum. Ayrı-ayrı halda. Cavab elə də 3-də 1, D variantı. Sonra 27-ci sualda imtahanda iştirak etmiş sualdır. Beynəlxalq şahmat turnirində 10 şahmatçı iştirak edir. 10 şahmatçı iştirak edir. Deməli, məxrəcimi indi yazacağam mən. 10 nəfərin içindən seçim edəcəm. Təbii ki, nə yazacaq uşaqlar? Kombinzon. Ondan 2. Deyir ki, püşkatmada, indi məsələn şərti, Rəcəbovla Karpovun düşməsi hadisəsi. Yəni, artıq bu 2 nəfərin seçir. Seçib, adını da yazıb bura. Demir, bir qız, bir oğlan, qızların sayını versin, qızlardan seçim, oğlanın sayını versin, oğlandan seçim. İmenidir Rəcəbovla Karpov. Neçə dənə Rəcəbov var orada? Bir dənə Rəcəbov var da, T Rəcəbov. Karpov neçə dənə var? Bir dənə var da, yəni düzdürmü? O zaman, yəni bura 1 olmalıdır. Yəni bu adamlar təkcə ola bilər, bu halda 1 hal ola bilər. Və yaxud da yaza bilərdiniz uşaqlar burada kombinzon 2-dən 2, o da elə 1 deməkdir. 1 bölünsün, aşağı da bilirik artıq biz bunu 45-dir. D variantı olacaq cavabımız. 29-cu məsələ. 29 27-ni yazdıq. 28 və 29 eynidir. 9-u yazırıq. 5 kürəcikdir. Burada daha çoxdur. 29. Torbada eyni ölçülü 4 qırmızı, 3 qara kürəcik var. Bu torbadan təsadüfən 5 kürəcik götürdük. 5 kürəcik götürdükdə 5 kürəcik götürdükdə bir qara və bir qırmızı kürənin qalması. 5 dənə kürə götürürəm demir, o kürələrin rəngi nədir? Məsələ, diqqətlə dinləyək. Deyir ki, yerdə bir qara, bir qırmızı qalsın. Onda deməli bir qırmızı qalıbsa, 4 dənədən biri qalıbsa, biz neçəsini seçmişik? 3 dənə qırmızı götürməliyəm ki, bir qırmızı qalsın da, düz deyil. Bir dənə də qara qalması üçün neçədən qara götürməliyəm? 2 qara. Yəni, mənim seçimim budur. 3 qırmızı, 2 qara seçməliyəm. Tamam, məxrəcimi yazacağım. Təbii ki, kombinzon bütün 4 qırmızı, 3 qaradsa, kombinzon 7-dən neçə kürə seçirəm? 5. Surət məsələnin şərti 3 qırmızı. Qırmızını qırmızının içindən seçirəm. Kombinzon 4-dən 3 vurulsun. Çünki proses hələ ki davam edir. Baxın uşaqlar, bu 5 tamamlanana qədər olmalıdır burada. Mən 3 yazmışam. 2 dənə seçimim qalıb da, yəni elə. Gedirəm qaranın içindən də qaranı seçirəm. Kombinzon 3-dən 2. 4-dən 3, yəni nə idi bilirik? 4-dən 3 zaten birbaşa yaza bilərik də 4-dür. 3-dən 2 də 3-dür. 7-dən 5 də deməli nə idi? 7 faktorial bölünsün, 2 faktorial vurulsun, 5 faktorial idi. 4-dən 3, 4 var 3 daha doğrusu. 7 faktorial, 5 faktorialını ixtisar eləyəndə qalır. Burada 6 var 7. 6 var 7-ni də 2 faktorial 2-yə böləndə, bax bunu da 2-yə böləndə burada qaldı 3. Yəni 3 var 7. Bunları da ixtisar eləyəcəm. 3-ləri, cavab da qalacaq 7-də 4. Baxaq variantlarımıza. Bəli, C variantında həmin cavab var.
30-cu sualı izah edirəm indi. 30-da bizə nə deyir? Şəkildəki diaqramda avtomobilin qət etdiyi məsafənin zamandan asılı göstərilmişdir. Saatlar üzrə gedilən yolun modası. Yəni baxaq, birinci saat üzrə, baxın şəkildə uşaqlar. Birinci saat, yəni 0-dan 1-ə nə qədər gedib? 90 kilometr gedib saatlar üzrə deyir. 1-dən 2-yə baxıram, bu birinci, bura 2 bura. Nə qədər gedib? 90-dan 180-ə, yəni 90 kilometr gedib. 2 saat 2-dən 3-ə bu məsafədir. Nə qədər gedib? 230-dan 180 çıxırıq, 50 gedib. Saat 3-dən 4-ə baxaq. 230 fərqi 70. 4-dən 5-ə də 390-dan 300 çıxdım. Neçə elədi uşaqlar? 90. Bizdən də modanı istəyir. Moda da ən çox təkrarlanan rəqəm idi. Yəni cavabımız oldu 90 C variantı oldu. Keçirik indi digər tərəfdə baxaq suallarımıza. 31-də mediandır. Bilirik uşaqlar, medianı tapmaq üçün nə etməliyik? Təbii ki, yenə kiçikdən böyüyə düzməliyik. Ortada seçilən rəqəmi yazmalıyıq. Bunu bilirik. Yəqin ki, düşünürəm. Yəni burada da eyni məsələ olduğuna görə olacaq idi 50, 70, 90, 90, 90. Yenə də ortada duran rəqəmə 90 düşür. Yəni B variantı olacaq. Keçirik 33-cü suala. 33-cü sualda baxın, o daha doğrusu 32-ci suala. İki zəri eyni zamanda atdıqda üst-üzə düşən xallar cəminin sadə ədəd olması hadisəsinin bundan bayaq yazmışıq, yenə də yazaq. Sadə ədəd olması çünki biraz hallar çoxdur. Üst-üzə düşən xallar cəminin sadə ədəd. Əvvəlcə gəlin yadımıza salaq ki, xallar cəmi maksimum 12 eləyə bilər. Yəni 12-yə qədər sadə ədədlər hansılardır? Onları yazmalıyam. Əvvəlcə 2, 3, 5, 7, 11. Yəni cəm bu rəqəmləri verməlidir. İndi mən bu rəqəmləri verən daşları yazacağam, zərləri yazacağam. Birin biri. Düzdür? Üst-üzə düşən xallar cəminin nədir? Sadə ədəddir. 3-ü verən hallar nədir uşaqlar? 1-in ikisi, 2-nin biri. Bu formada yazanda çaşmayasınız. Həmişə belə yazın. 1-in 4-ü, 4-ün biri, cəm 5 eləyən var. 2-nin 3-ü, 3-ün ikisi. 7 eləyənləri 1-in 6-sı, 6-nın 1-i. 1 ilə başlayıram həmişə. Sonra keçdim 2-yə. 2-nin 5-i, sonra tərsini yazıram həmişə. 5-in ikisi, sonra 2-dən sonra nə gəlir? 3. 3-ün 4-ü, 4-ün 3-ü. Burada da 5 yazılıb. 11 eləyən cəm 1 yoxdur, 2 yoxdur, 3 yoxdur, 4 yoxdur, 5 var təbii ki. 5-in 6-sı. 4-ün 7-si yazmayasan ki, bayaq dedim, zərdə 7 yox idi. Bu qədər. Bir də təbii ki 6-nın 5-i dərsinəsini yazmaq. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənə elədi uşaqlar. 2 zər atıldığına görə məxrəc 36-da 15. Bunu da ixtisar eləyərəm 3-ə, 12-də 5. Yəni cavabımız oldu C variantı. 33 də oxşar sualdır. Yazarsınız. 34. 34-də bizdən nə istəyir? Modanı istəyir. Bu da bu şəkildən baxıb müəyyən etmək olur. Təbii ki, deyir, moda ən çox təkrarlanan rəqəmdir. Mən burada görürəm ki, təbii ki, baxın, bu təkrarlanıb, bu rəqəm. 28 rəqəmi 2 dəfə var burada. Bax, burada 2-dən 28 var. 2 dənə də nə var? 26 var. 26 rəqəmi baxın, göstərirəm. Bu ikisindən 2 dənədir. 26 və 28-dir. Moda Y bəndidir 34-də. Digərləri bir dəfə təkrarlanır. 35 də eynidir. Deməli, 36-cı suala baxacaq indi biz. Diaqramda müxtəlif ölkələrdən Qax, Qəbələ şəhərlərinə istirahət edən turistlərin sayı verilib. Yaxşı. Yəni, müxtəlif ölkələrdən gəliblər bura. Ukraynadan, məsələn, Qəbələyə neçə nəfər gəliblər, qeyd eləyib dənə. Ukraynadan, bir də Ukraynadan gəlib Qəbələyə, Türkiyədən gəlib,
Rusiyadan. Görək nə qədər gəlib. Yazaq bunları. Bu Qəbələ olsun. Qəbələyə nə qədər gəlib? Qəbələ bu xətlərdir. 35 nəfər Ukraynadan gəlib. Qeyd edirəm buradan baxın. Sonra Türkiyədən 10 nəfər gəlib Qəbələyə. Rusiyadan da 10 nəfər gəlib. Yaxşı. Getdik, bir də Qaxa gəliblər. Onları da yazaq. Buradan yazaq da elə Qax. Qaxa gələnlər deməli Ukraynadan 25 nəfərdir. Sonra Türkiyədən 15 nəfərdir. Rusiyadan isə nədir uşaqlar? 5 nəfərdir. İndi bizə nə deyir? Gələn bu məlumatı hansı dairəvi diaqramda düzgün qeyd olunmuşdur? Yəni burada ümumi gördüyümüz kimi faizlər qeyd olunub. Gəlin sayaq görək cəmi nə qədər var? Cəmi neçə nəfər gəlib? Əvvəlcə bunu hesablayıram təbii ki. 35, 10, 10. Yəni Qəbələyə 55 nəfər turist gəlib. Qaxa isə 25, 15, 5, 45 nəfər də gəlib Qaxa. Cəmi 100 nəfər turist gəlib. Düzdürmü? Aha. İndi baxıram. 100-dən neçə nəfəri Türkiyədir? Türkiyədir 25-i. %25 elə 25% deməkdir də. Ukraynada baxın 25 ilə 35-i topladım. 35 ilə 25-i 60. %60, yəni 60%-dir də elə Ukrayna. Rusiyaya da qaldı neçə? 15% təbii ki. 10 ilə 5 toplayın 15%. Bu da Rusiyadır. Baxaq hansı şəkildə düzgündür. Ukraynada 60% oldu. Türkiyədə 25%, Rusiyada 15%. Cavabımız B variantıdır. Bəli. 37 də eyni məsələdir. Keçirəm 38-ə. 38-ci məsələdə məndən nə istəyir? Diqqətlə baxaq. 4 müsbət ədəd, 6 mənfi ədəd var. 4 dənə müsbət ədədim var. 6 dənə də nəyim var? Mənfi ədədim var. Yaxşı, qeyd elədim. Mənə deyir ki, seçilən iki ədədin hasilinin müsbət ədəd olması ehtimalı. Uşaqlar, burada iki hal var. Birinci, seçilən iki ədədin müsbət ədəd olması üçün hasilinin müsbət ədəd. Onda bunların ya ikisi ya. Bax, görsən deyirəm ya və ya. Ya ikisi müsbət olmalıdır, ya da ikisi mənfi olmalıdır. Ki, mənfi vuranda nə eləsin? Müsbət eləsin. Yaxşımı? Gəlin birinci halı yazaq. Məxrəcim, kombinzon. Neçə ədəd var idi? 4 və 6, yəni 10 dənə ədəd var idi. 10 dənədən ikisi. İkisi müsbət olmalı. İndi şərti gedirəm. Hər ikisi müsbət. Hər ikisi müsbəti müsbətin içindən seçəcəm də 4-dən 2. Üstə gəlinsin. Keçdim ikinci yazıma. Yenə kombinzon 10-dan 2. İndi də 6 dənədən, yəni mənfi ədədlərdən mənfiləri seçirəm. 6 dənədən ikisi. Sonra bunu neyinirik? Hesablayırıq. Kombinzon 10-dan 2 45 idi. 4-dən 2 dənə idi. 3 vur 4. Bölü 2, yəni 6. Üstə gəlsin 45-də. 6-dan 2 də bildiyimiz kimi 6 vur 5 böl 2, yəni 15 idi. Aldıq 45-də 21. Bunları da ixtisar edərik 3-ə. 15-də 7. Baxaq varmı? Bəli, B variantıdır cavabımız. Keçdik 40-cı məsələmizə. 40-cı məsələ imtahanlardan 40, yox 41 elə. Ya 40 ya 41. Belə də bu tipdə bir sual idi düşmüş imtahana. Qutuda 4 sayda A, 4 dənə A var. 7 dənə də T hərfi var. 1, 2, 3, 4, 5, 6, 7. Deyir ki, təsadüfən 1-1 olmaqla, görürsünüz 1-1 olmaqla seçirəm yenə 1-1 olmaqla ardıcıl olaraq cəmi 3 hərf seçilir. Birdən birə yazan mənəm kombinzon 11-dən 3. Çünki 1-1 seçir. Hərflərin çıxarıldığı ardıcıllıqla ata sözünün yazılır. Başlayıq uşaqlar 1-1 seçəcəm. 1-1 seçəcəm. Birinci hansı hərfi seçməliyəm? Neçə hərfin içindən seçirəm? 11 hərfin içindən birini seçirəm. Çünki ata sözünün A hərfini yazmağa çalışırıq. Kombinzon 11-dən 1. Surətdə də təbii ki, A hərfini A-ların içindən seçəcəm də. Kombinzon 4-dən 1. Vurulsun. Vurulsun. Çünki hələ seçim ata yazmalıyıq. Davam edirəm. Getdim. Uşaqlar, ardıcıl seçdiyimə görə seçimin bir dənə azaldı. Bir dənəsini seçmişəm, qoymuşam qırağa.
Yəni A-nı seçmişəm artıq. Neçə hərfim qalıb? 10 dənə. 10 dənədən birini seçirəm. Bu səfər gedirəm surətə. T hərfi olmalıdır. T-dan neçə dənə var burada? 7 dənə. Kombinezon 7-dən 1. Əla. T-nın da birini seçdik. Gəldim axırıncı A olmalıdır. Baxıram ki, ikisini seçmişəm. Seçimim azalıb da 11 dənədən ikisini seçmişəm. 9-u qalıb. 9-dan 1. Nəyi seçməliyəm? A hərfini. A hərfində də 3 dənə şansım var. 3-dən 1. Ya bunu hesablayırıq. 11-də 1 bilirsiniz 11-dir. 11-də 4, 10-da 7, 9-da 3. İxtisar aparaq. 9-la 3-ü ixtisar apardım 3. 4-lə də 10-u ixtisar apardım 2-yə 5. Burada da qaldı 2. 5 vur 3, 15. 15-i də 11-ə 165. 7-ni də 2-yə vurduq 14. 165-də 14. Yəni cavabımız oldu B variantı. Bir eyni sualdır. Keçirəm növbəti məsələmizə. 42. Dən yaxınlaşdıraq, 42-ni anlayaq. Mağazada satışda olan telefonların, bunlar da yeni tipli suallardır əslində. 2023-cü ildən test toplusunda var, yəni əvvəlkində yox idi. Satışda olan telefonların 60% xarici yazaq. Bunları mütləq qeyd eləməliyik. Deməli, 60% xaricidir. Düzdürmü? Onda yerdə qalanda 40% də digərləri yazıb. Digərləri də yerlidir. Yazdıq yerli. Xarici istehsal olan telefonların 5%, yerli istehsal olan telefonların isə 20% xətalıdır. Mağazadan telefon alan müştərinin xətası olmayan telefon aldığına görə bu telefonun yerli istehsal olması hadisəsinin ehtimalını tapın. Deməli, mən xətalını da tapmalıyam, xətasız da tapmalıyam. Ona görə mən ümumi telefonların sayını x-lə qəbul eləsəm, deməli, 60% xaricidirsə, 0.6x xaricidir. Düzdür? Yerli isə 0.4x qalır da, doğrudur mu uşaqlar? Tamam. Mənə deyir ki, bunun birincinin 5%, yəni xaricinin 5%-i xətalıdır. Xətalı. Yəni 0.6-nın 5%-ni tapırıq. Aha. Neçə eləyir? 0,3x xətalı oldu. Digərinin isə yerlinin 20%-i xətalıdır. Bunun isə 20%-idir xətalı. Tamam. Yazacağım onda 0.4x-in 20%-ni hesablayaq. Bu da neçə eləyəcək? 0,8x xətalıdır deməli. Yaxşı. Onda bəs xətalı olmayan nə qədərdir? İndi diqqətlə mənə qulaq asın. 0.6x xarici idi. 0,x xətalıdırsa, xətasız burada xətalıdır. Xətalı. Xətasız olan olacaq 0.6-dan 0,3 çıxacaq. 0,57x. 0,4x-dan, yerli 0.4x-də 0,8x-i çıxacaq. 0,32x-də xətasızdır. Gedib məsələmizin cavabını yaza bilərik. Mağazadan telefon alan müştərinin xətası olmayan telefon aldığına görə, yəni xətası olmayanın içindən seçim eləməliyəm. Xətası olmayan xətasızdır da, yəni bunları toplayıram. Yəni o sənin məxrəcindir. Nə qədərdir cəmi xətasız? 0,89x. Deməli, bu sənin məxrəcin. Çünki deyir ki, xətasızın içindən seçəcək də. Hələ arxasını oxumadım. Fikir verdiniz. Xətası olmayan telefon. Dayandım. Ardı məsələnin surətidir. Aldığına görə məxrəcimi yazdım. Bu telefonun yerli istehsal olması. Təbii ki, yerlərinin xətasını yazacağım yuxarı. 0,32x. X'lar getdi. Cavabda da qaldı 89-da 100-ə vurduq. 32. Bu da elədi A variantı. Keçirəm növbəti neçənci 43-cü sualımıza. 43-cü sualı deyir ki, ilk 40 natural ədəd arasından təsadüfi seçilmiş birinin 40 ilə qarşılıqlı sadə ədəd olması, 40 ilə qarşılıqlı sadə ədəd cüzü təşkil etməsi hadisəsinin ehtimalı. Yəni 40 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmalıyam. Bir-bir yazmaqdansa o qaydanı yadımıza salaq bir dənə. 42, 22,
sadə vuruqlara ayırırdıq, düzdürmü? Bir də nə edirdik? 40-dan kiçik 40-la qarşılıqlı sadə olanların sayını tapmaq üçün birdən çıxırdıq sadə bölənlərin tərsini. 1 çıx 2-də 1, 1 çıxılsın 5-də 1. Yəni 40-ı vururduq 2-də 1-ə. B-dən də 5-də 1 çıxırdıq, 5-də 4. 2 vur 5 40. 40-ı da böldüm. 2 vur 5 10. 40-ı da 10-a böldüm. 4. 4 vur 4 16. 16 dənədir uşaqlar. Deməli, mənim 40 dənə ədədin içindən neçə dənəsidir? Qarşılıqlı sadə olması ehtimalı 40-da 16. Bunu da 4-ə ixtisar eləsəm. Haradasa 4-ə yox elə. 8-ə ixtisar eləyək daha doğrusu. 8-ə ixtisar eləsəm 5, 5-də 2. Hə, cavabımız A variantıdır. Onunla kəsilə vermir. Cavab oldu A. 44-cü məsələmizə baxaq. Sinifdə 15 qız və 5 oğlan var. Olsun. Püşkatma nəticəsində ilk növbətçinin, bax görürsünüzmü yenə? İlk növbətçinin qız, ikinci növbətçinin oğlan olması ehtimalını tapın. Yenə, bax belə deyim də, vurma prinsipi ilə də yaza bilərik qısa olaraq. 20 nəfər var idi. 20 nəfərin içindən ilk növbətçini qız seçirəm, yəni 20-də 15 vurulsun. İkinci dediyinə görə bir nəfərim azaldı. 19 nəfərin içindən də oğlanları seçməliyəm. Bu formada həll edərəm. Bunları ixtisar apararam 5-ə, burada qalar 4, burada qalar 3. Sonra da hesaplayaram. 4 dəfə 19-um 76. Burada da alaram 15. Və yaxud kombinizonla yazmaq istəsəz uşaqlar, yenə eyni formada. Kombinizon 20-dən 1, birinci gəlirəm seçirəm 2 nəfəri. Bu da mənim qızlarım olmalıdır. İlk növbətçi qızdır. Kombinizon 15-dən 1 vurulsun. İkinci nəfəri seçirəm. Artıq bir nəfər azaldı. 19-dan 1. Surətdə isə olacaq kombinizon 5-dən 1. İndi sizə fərqli məqamı deyim. Əgər bizə desəydi ki, püşkatma nəticəsində 2 nəfər seçirəm. 2 nəfər seçirəm, qız və oğlan olsun. Qız və oğlan olsun. Yaxşı, qız oğlan olsun. Onda məxrəcin olacaq idi. Kombinizon 20-dən 2. Surətdə isə kombinizon 15-dən 1. Bir də kombinizon 5-dən 1 vurulsun. Amma buradakı fərqli məqam birinci qız, ikinci oğlan olmağıdır ki, gördünüz dəyişdi. Elə də tapa bilərsiniz, elə tapsız 2-yə bölməlisiniz. Çünki orada artıq ona maraqlı deyil birinci qız, ikinci oğlandır. Birinci qız olsun, ikinci oğlan olsun, ikinci qız olsun, birinci oğlan olsun. 2 dəfə söhbəti var da, elə bil artıq orada azalır. Ona görə, yəni burada diqqətli olun. Birinci, ikinci deyirsə, azalda bir-bir seçmək lazımdır. Birbaşa 2 nəfəri seçməyəcəksiniz. Yəni əsas məsələ budur. Fərq olur əsas məxrəcdə. Getdik, növbəti sualımıza baxırıq. 45-ci sualdır. Mahnı müsabiqəsində 60 nəfər iştirak edir. Deyir ki, bu iştirakçılar ardıcıl olaraq 1-dən 60-a qədər nömrələnib. Yəni bunları 1-dən 60-a qədər nömrələmişik. Bu formada 1, 2, 3 və yaxud axırıncı 60-dır. Deyir ki, çıxış etmə növbələri püşkatma yolu ilə təsadüfi qaydada müəyyən edilir. Bu ayaq yazdığımız məsələ oxşayır. Müsabiqədə çıxış edən Muradın növbəsinin 5-ə tam bölünən tək ədəd olması. 5-ə bölünən tək ədəd 5-dir, 15-dir, 25-dir, 35-dir, 45-dir, 55-dir. 60-dan sonra yaza bilmirəm. Çünki 60 dənə nömrə var. Ehtimalım olacaq məxrəcdə 60. Surətdə isə 1, 2, 3, 4, 5, 6. 6, yəni 60-da 6. Bu da elədir. 10-da 1. Yenə deyirəm, kombinizonla da yaza bilərik. Kombinizon 60-dan 1. Bir seçimdə, yəni kombinizonsuz yaza bilərik. 2 seçimdə, amma mütləq kombinizonla yazmalıyıq da. Kombinizon 60-dan 2 yazacaq. Kombinizon 60-dan 1. Surətdə isə 6-dan 1. Yəni cavabımız oldu 10-da 1. 0,1 B variantı. 46-cı məsələdən artıq eləmişik, özümüz yazacaq. 47-dən də eləmişik, özümüz yazırıq. Məncə 47-dən də yazın. Özünüz yazın ki, mütləq öyrənə biləsiniz. Yəni hamısını mən yazmayayım sizə. 48 indi yazdığım məsələ ilə eyni idi. 49-cu məsələdən yazmamışıq. A hadisəsinin baş verməsi ehtimalı. Yəni belə yazıram. 0,2 və bu hadisədən asılı olmayan B hadisəsinin baş verməməsi
Baş verməməsi 0,4-dürsə uşaqlar, baş verməsi 0,6-dır. Çünki bunların cəmi 1-i verməlidir. Baş verməməsi 0,4 idi. Mən 1-dən çıxdım. 0,4 elədi 0,6. Bu da onun baş verməsidir. A və B hadisələri eyni zamanda baş verməsi ehtimalı bunların təbii ki hasili olacaq. 0,2 bir-birindən asılı olmayan hadisələrdir. Yəni birinin o birinə təsiri yoxdur, bu o deməkdir. 0,12. Cavab oldu A. 9-cu məsələmizdə. 50-dən baxaq yazmışıqmı? Aha. Xeyr. A bərabərdir 1, 2, 3, 4, 5 çoxluğunun ad çoxluqları arasından təsadüfi olaraq seçilmiş birinin ardıcıl natural ədədlərdən ibarət 2 elementli çoxluq olması hadisəsinin ehtimalını tapın. Maraqlı məsələdir. Deməli, ad çoxluqları arasından təsadüfi olaraq seçilmiş birinin. Gəlin əvvəlcə yazaq. Yəni, ardıcıl ədədlər olması 2 elementli çoxluq seçməliyəm. Ardıcıl olmalıdır. Yəni, 1, 2, 2, 1 yazmırsam, bu zər deyil, çoxluqdur. Çünki 1 ilə 2, 2, 1 eyni çoxluq sayılır. Yazmayacaqsınız çoxluqdur. O bir dənə zərdədir, dəyişib yazmaq. 2, 3, düzdür. 3, 4 ardıcıl. 4, 5-dir də ardıcıl. Tamam. İndi ehtimalı yazıram. Deyir, natural ədədə ibarət 2 elementli çoxluğun çoxluq olması. Neçədən seçirik? Bir çoxluq seçirəm. Arasından təsadüfi olaraq seçilmiş bir dənə çoxluq. Ad çoxluqları arasından bir dəqiqə. 2 elementli çoxluq seçirəm də, düz deyil. Neçə elementdən? 5 dənədən. Kombinizon 5-dən 2. Yəni, bu deməkdir ki, mənə 2 elementli ad çoxluqların sayını tapdım. Bu kombinizon 5-dən 2. Yəni, 1, 2, 2, 3, 3, 4, 4, 5, 1, 3, 1, 4, 3, 4, 4, 5. Bunlar bir-bir saymayacağım təbii ki. Kombinizon 5-dən 2. Bu 5 elementli çoxluğun 2 elementliləridir. İndi mənə lazımdır surətdə artıq məsələnin şərtini seçmək. Neçə dənədən seçə bilərəm təbii ki. Gördünüz, əslində seçmişəm də, surətimi artıq yazmışam. Nədir burada? 1, 2, A. Mən burada yanlış başa düşdüm. Bir dəqiqə diqqətli oxuyum da. Arasından təsadüfi olaraq seçilmiş ad çoxluqları arasından. Deyirəm axı, ad çoxluqları arasından deyir. Ad çoxluqları nə idi uşaqlar? 2 üstü n. 2 üstü 5. 32. 32 dənədən mən nəyi seçə bilərəm? 4 dənəni. 1, 2, 3, 4, 4. Mən elə başa düşdüm ki, deyir 2 elementli çoxluqların içindən neçəsi ardıcıl ədədlərdir. Diqqətli oxudum. Ad çoxluqları arasından. Ad çoxluqları, yəni bütün ad çoxluqlarından söhbət gedir. O da 2 üstü n düsturu ilə tapılır. 2 üstü 5, 32. Mən də surəti artıq tapmışdım. 1, 2, 2, 3, 3, 4, 4, 5, 4 dənə hal var. Bu da eləyir cavab nə? 8-də 1 A variantı. 51-ci məsələmizə baxaq. 2 zər atıldıqda, eyni deyil, düşən xalın biri 5, digəri sadə ədəd və cəmin tək ədəd olması hadisəsi. Diqqətli oluruq burada da. Deyir, bir rəqəm 5 olsun. 5 olsun. Digəri sadə olsun. Hələ bunların cəmi də tək olsun. Lap gözəl. Tamam. Digər ədəd sadə olmalıdır. Sadə ədəd bilirik ki, 2-dir. 5-in 2, 2-nin 5-i yazdım. Baxaq görək cəmi sadədirmi? 5 üstə gəlir ki, 7 sadədir. Daha doğrusu tək olmalıdır. Cəmi də tək olmalıdır. 2, 5 toplayıram, tək ədəd getdik. İndi yazacağım. 5 ilə başqa sadə ədəd hansıdır orada? 3. 5 ilə 3-ün cəmi, 3 ilə 5-in cəmi 8-dir. Eləmədi. Tək ədəd olmalıydı. Yazamıram. 5, 5, 5, 5, 5 sadətdir. Bunu da yazamıram. Cəmi nə elədi? Cüt ədəd elədi. Deməli, başqa sadə ədəd varmı orada? Xeyr, 6 sadə ədəd deyil. Deməli, cəmi 2 dənədir uşaqlar. 2 zər atıldığına görə məxrəc 36, surətdə 2 yazırıq. 36, 2, 18-də 1. Yəni, cavabımız oldu. Y variantı. 52, 1, 2, 3, 4, 5 rəqəmlərindən rəqəmlər təkrar olunmamaqla düzəldilməsi mümkün olan bütün 5 rəqəmli ədədlərdən təsadüfən götürülmüş birinin 12 ilə qurtarması hadisəsinin ehtimalını tapın.
Deməli, mən birinci növbədə məxrəcimi yazacağam. Mənim məxrəcim nədir uşaqlar? 5 ədədin yer dəyişməsi. 5 ədədin yer dəyişməsi nədir? 5 faktorial. Düzdürmü? Yəni burada 5 faktorial qədər biz ədəd düzəldə bilərik. 5 rəqəmli. Bunların yer dəyişməsidir də. Surətdə isə mənə deyir, son 5 rəqəmli ədədlərdən hesaba götürün birini 12 ilə qurtarması. Yəni 12 ilə qutarsın. Yəni buranı seçim eləyə bilmirsən. Ancaq qarşısındakı 3 rəqəm seçim eləyə bilərsən. Bu hallar gedir. Yəni bura 3, 4, 5 qoya bilərəm. Bura 3 hal var, bura 2 hal var, bura 1 hal var. Yəni 6 dənə 3 faktorialda bura yazırıq. Bunu da ixtisar edirik. 5 faktorialın yerinə yazıram. 3 faktorial var, 4 var, 5. Burada da 3 faktorial gedir. Cavab edir 20-də 1. Yəni A bəndi. 53 də oxşar sualdır, baxmıram. 54-cü sualdan bayaq yazmışıq, çoxluq məsələsidir. Baxırıq 55-ə. 55-ci sualda deyir, tarix fənni üzrə 40 biletdən 18-də xətai haqqında sual var. 18-də xətai haqqında sual var. Hər biletdə bir sual var. Təsadüfi seçilmiş 2 biletdə Şah İsmayıl xətai haqqında sualın olmaması. Aha, 40 biletdir də bu. 18-də xətai haqqında sual varsa, 22-sində xətai haqqında sual yoxdur. Yoxdur. Mənə yoxdur lazımdır zaten. 2 bilet seçəcəm. Neçədən? 40 dənədən. Kombinezon 40-dan 2. Amma o xətai haqqında sual olmayan bilet olmalıdır. Təbii ki, 22-dən 2 olacaq bu səfər. Bunu da yazarıq. Aşağı nədir? 40 faktorial bölünsün. 38 faktorial var, 2 faktorial. Burada da 22 faktorial, 20 faktorial, vurulsun 2 faktorial. Bunlar getdi. 20 faktorialın bunun yerinə bilirsiniz də yazırıq ki, nə 20 faktorial vur, 21 vur, 22. Bundan buna aparıram. Bunu aparıram. Yerdə qalır 21 vur, 22. Bu ikilər eyni yerdədir, gedə bilər. Surətdə qalır 21 vur, 22. Aşağıda da 40 faktorialın yerinə yenə yazacağım. Nə? 38 faktorial getdi burayla. Vur 39 vur 40. Yəni burada oldu 39 vur 40. Bunları da ixtisar aparaq. 21-i 3-ə böldüm 7, 39-u 3-ə böldüm 13. 22-ni böldüm 2-yə 11, 40-ı böldüm 2-yə 20. 260-da 77. 55-ci sual, bəli, cavabımız var, Y variantıdır. Geçirik 56-cı suala. Deyir ki, mənə A çoxluğunun elementi -3 parçası 7 aralığı intervalından olan tam ədədlərdir. Yəni, açacağım bunu. -3, -2, -1, 0, 1, 2, 3, 4, 5, 6. 7 daxil edirsiniz. Təsadüfən A çoxluğundan seçilmiş 2 elementdən birinin müsbət, digərinin isə mənfi ədəd olması. 2 element seçirəm. Birinin deyir, birincisinin demir. Diqqətli ol, biri deyir. Ona görə narahat olmayın. Kombinezonla rahat formada yaza biləcəyik. Kombinezon neçədən? 10-dan 2. Biri müsbət olsun. Biri müsbət olması üçün müsbət ədədlər burada neçə dənədir? 6 dənə. Kombinezon 6-dan 1 vurulsun. Davam edirəm. Çünki 2 dənə seçim eləməliyəm. Digərini isə mənfi ədəd. Mənfində mənfisindən seçsəm 3-dən 1. Rolda 6 vur 3. Kombinezon 10-dan 2-də dedik ki 45 idi. Bunları da ixtisar apararam. Birbaşa 3-ə 15. 15-də 6-nı da 3-ə ixtisar apararam. Nə qalar burada? 5-də 2. 5-də 2 də 56-da nədir? 0,10-da 4. Onluq kəsirlə verib cavabları A bəndi. 57-ci məsələdə imtahan tipli sualdır. İmtahanda yəni görmüşük sualları. 57 deyir ki, radiusu R olan, şunu çəkim sizə göstərim. A nöqtəsi çevrənin xaricindədir. B nöqtəsi çevrənin üzərindədir. F nöqtəsi çevrənin üzərindədir. C nöqtəsi çevrənin daxilindədir. D nöqtəsi çevrənin daxilindədir. Y nöqtəsi çevrənin daxilindədir. K nöqtəsi çevrənin daxilindədir. Burada da desəm, bir dənə P nöqtəsi var. Bu da çevrənin üzərindədir. Radiusu R olan çevrəyə aid və aid olmayan nöqtələr göstərilib. Bəli, təsadüfi seçilmiş 2 nöqtənin, təsadüfi seçirik, yəni
ümumi hamısının içindən seçək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Gördüyümüz kimi bizim neçə nöqtəmiz var? 8 dənə nöqtəmiz var. Ona görə nə yazacağım? Kombinezon 8-dən neçə? 2. Kombinezon 8-dən 2. Gedirəm də surətimi yazıram. Deyir ki, 2 təsadüf seçilmiş 2 nöqtənin çevrənin mərkəzindən məsafəsinin, yəni həmin nöqtə çevrənin mərkəzi tutaq ki, buradır da, düzdürmü? Bax, buradır. Həmin nöqtənin çevrənin mərkəzindən məsafəsinin R-dən kiçik olması. Yəni R-dən kiçik olmalıdır. Baxın bu. Bunu birləşdirsəm R-dən kiçik olacaq. Bunu birləşdirsəm, bunu birləşdirsəm. Burayla bunu birləşdirsəm R-ə bərabər olacaq uşaqlar. Bax, onu yaxşılıqla qeyd edeyim, görün. R-ə bərabər olacaq. Digərini də göylə işarə edəcəm. Bunları da birləşdirsəm R-dən böyük olacaq da. Daha doğrusu səhv qeyd elədim. Bu da yaşıl olmalıydı. Çevrənin üzərində idi. Düzdürmü? Neysə. Əziz odur, bizə kiçiklər lazımdır. Düzdür? Deməli, neçədən oldu qırmızı xətdən? 4 dənə. Kombinezon 4-dən 2. Bunu da hesablayırıq. Deməli, bura olur 6 vur 7 vur 8 bölü 2. 3 vur 4 bölü 2. Aparırıq bunları. İxtisar aparırıq. 3 vur 4. 7 vur 8. 8-dən 4-ü ixtisar apardıq. 4-ə 2. 14-də 3. Yəni cavabımız oldu A variantı. Növbəti sualımıza baxırıq. 58. 58. 2 zər və 2 dəmir pul eyni zamanda atılır. 2 dənə zər atıram. 2 dənə də dəmir pul atıram. Zərlərin hər ikisində tək ədəd. Bir-bir yazacağım bunları. Hər ikisində tək ədəd. Uşaqlar, burada tək ədəd hansılar düşə bilər? 1, 3, 5. Burada da 1, 3, 5. Yəni 6-dan 1 zər atdım. 6-dan 3 dənə hal var. Vurulsun. Digəri yenə tək ədəd. 6-dan 3. Dəmir pul atanda neçə hal var idi demişdik? 2 hal. Birindədir də xəritə. 2-dən 1. 2-dən 1. Xəritə özünün düşməz. 6-dan 3-ün özü də zaten 2-də 1 demək olduğuna görə, yəni bura olacaq 2-də 1 üstü 4. Düzdürmü? Cavab edir 16-da 1. B variantı. 16-da 1. 59. İlk 184 natural ədəd içərisindən ilk 184. Bir ədədin 4-ün 3 rəqəmli bölünəni olması. Uca surətdə ancaq 3 rəqəmli ədəddir. 4-ün bölünənidir. 4-ün bölünəndən 3 rəqəmli ədəd başlayır 100-də. Elə 184-də qutarır. Verilən ədədlər içərisində danışıram təbii ki. Onda bunların sayı 184-dən 100-ü çıxıb 4-ə bölüb üzərinə 1 gəlməliyik də. Bu da neçə edəcək? 22 dənə. O zaman yazacağım. Neçə ədəd seçir? 1 ədəd. Əla. Neçə ədəddən? 184-dən. Kombinezon 184-dən 1. Surətdə isə 22 dənə ədəddən seçim edə bilərəm. 22-dən 1. Yəni cavab 184-də 22. Bunu da 2-yə ixtisarləsəm 92-də 11. Baxaq, bəli. A variantı. 60-cı suala baxırıq. 60 eynidir. Eynidir. 61-ə baxaq o zaman. 61 imtahana düşmüş sualdır uşaqlar. Diqqətlə dinləyin. Burada bir məqam var. Onu indi deyəcəm sizə. A, B, C, D, E, F nöqtələri bir düz xətt üzərindədir. Bu nöqtələrdən təsadüfən seçilən 2 nöqtədən. Tamam. Təsadüfən seçilən 2 nöqtədən. Məxrəcimi yazım hələ. 1, 2, 3, 4, 5, 6. Kombinezon 6-dan 2. Bax, 2 nöqtədən yalnız birinin çevrəyə aid olması. Uşaqlar, çevrəyə aid olan nöqtə hansıdır? 2 dənə.
Yəni yalnız biri çevrəyə aid olsun. Kombinezon 2-dən biri. Vsyo. Uşaqlar bunu yazır, saxlayır. Ay uşaqlar, 2 dənə seçim eləmisiniz. Hələ biri qalıb. Orada cümləni sən tamamlamalısan. Deyir, seçdiyin 2 nöqtədən yalnız biri çevrəyə aid olsun. Deməli, digəri də çevrəyə aid olmasın demək istəyir. Yəni, digəri də çevrəyə aid olmasının neçə dənə nöqtə var çevrəyə aid olmayan? 4 dənə olacaq kombinezon 4-dən 1. Sən burada 2 yazmısansa, burada mütləq seçimlərimin cəmi 2-ni eləməlidir. Oradan şübhələnməlisən ki, yəni digəri də artıq hardan olacaq da, aid olmayan nöqtə olacaq. Orada 4 dənədir. Bura olur 2 vur 4. Aşağıda da 5 vur 6 bölü 2. Aha. Cavabımız oldu 15-də 8. Yəni B variantı. 62-də eyni sualdır.